Yasamal rayonu Yeni Yasamal qəsəbəsi, Murad Mirzəyev küçəsi, Köhnəli ilə desək, Dadaş Bünyəzədə küçəsində Rahat Marketin və Yasamal Molun yanında yeni tikili 16 mərtəbəli binanın 9-cu mərtəbəsində burada 60 kvadrat ümumi sahəyə malik qanuni bir otaq, 2 otağa düzəlmə, kubcalı, yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə çəkib təqdim edəcəm. Mənzilimiz hal-hazırda biz təqdimata başlayarkən giriş hissədən başladıq. Burada giriş hissəsidir. Daxil olduqda sol hissədə geniş bir dəhliz hissə bizi qarşılayır. Baxın, bu şəkildədir. Burada geniş 4 qapılı dərin dolab hissə yerləşdirilib. Bu hissədə güzgülü açarlıq hissə yerləşdirilib dəyərli izləyicilərimiz. Qonaq otağımız, mətbəxə keçid hissəsi, yataq otağı, sanitar qovşağı, sağ hissədə gömmə, qardırob hissə yerləşdirilib. Çox funksional bir mənzildir dəyərli izləyicilərimiz. Burada mənzilin sanitar qovşağı yerləşir. Mənzildə müəyyən çatışmazlıqlar qalıb ki, məsələn, təmir işinə aid onlar da ev sahibi tərəfindən tam şəkildə yekunlaşdırılıb alıcıya təhvil veriləcək. Sanitar qovşağıdır. Döşəmədə qranit mərmər və istifaddan istifadə olunub. Çox geniş, ağralı bir mənzildir. Təmir zamanında keyfiyyətli materiallardan istifadə olunub. Divarda emulsiyadan istifadə olunub. Lepka, daraq işləmələr də mövcuddur. Burada mənzilin yataq otağıdır. Dəyərli izləyicilərimiz, yataq otağımız bu şəkildədir. Baxın. Gördüyünüz kimi. Qazı, suyu, işığı daimidir. Binada 2 sürətli lift, geniş həyət, yeraltı dayanacaq var. Sənədlər tam qaydasındadır. Qeydiyyatda heç kim yoxdur. Mənzil bugün çıxıb təmirdən və təmirdən də sonra yaşayış olmayıb. Qonaq otağını görürsünüz. Kifayət qədər geniş ölçüyə malik qonaq otağı var. Binanın həyət istiqamətinə baxır. Mənzil orta evdir, gün düşəndir. Qonaq otağı bu şəkildədir. Gördüyünüz kimi divan üçün ayrılmış solaq hissə buradır. TV stand üçün ayrılmış solaq hissə orada. Yemək masası üçün ayrılmış solaq burada yerləşir. Və burada mənzilin mətbəx hissəsinə daxil oluruq. Baxın, bu şəkildə mətbəx hissə var. Yığılmış mətbəx mebeli də mövcuddur. Aksesuarlar da ev sahibi tərəfindən yerləşdiriləcək. Tam şəkildə alıcıya təhvil veriləcəkdir. Mətbəxdə də döşəmədə qranit mərmər və istifoldan istifadə olunub. Mənzilimiz 16 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. 60 kvadrat ümumi sahəyə malikdir. Sənəd çıxarış kupçadır. Dövlət ipotekasına tam yararlı bir mənzildir. Qiymət aşağıda əlavə məlumat bölməsində və rəylərdə qeyd olunacaq. Real alıcı ilə razılaşma mümkün olacaqdır. Sənədlər qaydasında da qeyd etdiyimiz kimi açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkişdə və mənzildə görüşənədək sağ olun, salamat qalın.